Bugün ailəmizlə kiçik bir məclis təşkil etmək qərarına gəldik. Bunun üçün ünvan bağ evini seçdik. Bura yığışmaq çox maraqlıdır. Ət almağa getdik. Təzə quzu əti aldıq. Quzu ətini satan bizimlə tanış çıxdı. Ən gözəl əti bizə verdi. Evdə də hündüşka əti var idi. Hər ikisini işlərə taxdıq və hazırlıq səviyyəsinə gətirdik. Duz istiot vurub, manqalı da yandırıb, onları manqal üçün apardıq. Manqalda çox gözəl şəkildə bişdilər. Ət körpə olduğu üçün tez bişdi və kifayət qədər də ləzzətli idi. Yəni, yeyənlər belə dedilər. Yemək bir bəhanə idi. Əslində məqsədimiz birlikdə olmaq idi, deyib gülmək. Əsl məqsədimiz bu idi. Hər birinizə bol ruzili süfrələr arzulayıram. Yeni iliniz mübarək olsun.